Bu gün sizə bir çoxumuza maraqlı olan bir məsələ üzərində danışmaq istəyirəm. Belə ki, yüksək eqolu insanla özgüvənli insan arasındakı fərq nədən ibarətdir? Əgər yüksək eqolu insan yaxşı bir şey baş verəndə özü ilə bağlı insanlara yuxarıdan aşağı baxıb sadəcə gülümsəyir, hamıdan yaxşı olduğunu düşünür. Amma özgüvənli insan isə yaxşı bir iş görəndə, özü ilə bağlı hər hansısa bir uğuru qazananda insanlara yuxarıdan aşağı baxmır. Sadəcə özünün yaxşı olduğunu öz içərisində, daxilində bilir. Yəni bu daxili güc deməkdir. Daxili gücünə inanır və həmçinin qarşısındakının da hansı xarakterə, hansı davranışa malik olduğunu bilərək sadəcə səssiz qalır. Bu ikisi arasındakı fərq öz gücünə bələd olmaq və özgüvənli insana aiddir. Amma bir də var ki, o gücünü neqativ bir şəkildə insanlara bildirmək. Bu isə yüksək eqolu insana məxsusdur.